Sənədə aşağıda verilmiş ölçülərdə cədvəl əlavə olunmuşdur və ölçülər belədir. 12 dənə sütun var və 15 dənə sətir var. Həmin cədvəldə olan xanaların sayının 60 vahid çox olması üçün cədvələ neçə dənə yeni sütun əlavə olunmalıdır? Əgər bizim əlavə etdiyimiz cədvəldə 12 dənə sütun və 15 dənə sətir varsa, bu o deməkdir ki, həmin cədvəl 180 xanalı bir cədvəl olacaq. Və bizə deyir ki, 12-ni 15-ə vurub bunu tapıram. Və bizə deyir ki, xana sayının 60 vahid çox olması üçün üzərinə 60 gəlsə, yəni xana sayının 240 olması üçün, 240 xanalı bir cədvəlin yaranması üçün cədvələ neçə dənə yeni sütun əlavə olunmalıdır? Bu o deməkdir ki, sətir sayı eyni qalsın. Yəni, sətir sayı 15 qalsın. 15 idi, yenə də 15 qalsın. Amma cədvələ neçə dənə sütun əlavə olunmalıdır ki, 240 xanalı bir cədvəl yaransın. Bunun üçün 240-ı 15-ə bölürük. Buradan alınır ki, cədvəldə sütunların sayı 16 olmalıdır. Onda cədvələ neçə dənə yeni sütun əlavə olunmalıdır? Bizim ilk əlavə etdiyimiz cədvəldə 12 dənə sütun var idi. Amma 240 xanalı bir cədvəl yaratmaq üçün 16 dənə sütun olmalıdır. Onda cədvələ neçə dənə yeni sütun əlavə olunmalıdır? Doğru cavab 4.